bir cəmiyyətdə əhdə vəfa xüsusiyyəti varsa, bu fəzilətdən xəbər verir, yoxsa yox? Ciddi fəzilətli bir cəmiyyət üçün. Bugün bir çox qərb dövlətlərinin riayət etmədiyi prinsiplərdir. Bugün imzanın nə dəyəri var? Bugün atır, sabahda görürsünüz də, dünya siyasətini izləyirsiniz. Bugün bir cür danışır, razılaşır. Bir ildən sonra heç nə elə bilir ki, bu imza atmayıb. Öz imzasını etibarsız eləyir. Əhdin heç bir dəyəri olmadığı bir dönəmdə o dövrün cəmiyyəti daha mütərəqqidir. Müasir dövrün cəmiyyətindən. Elə istər fərdi münasibətlərdə də biz bunu qeyd edə bilərik. Təkcə ictimai, siyasi məsələlərdə yox. Müəyyən bir cəmiyyət içində evlənmək üçün qaydalar tətbiq edilirdi ki, bugün həmin qaydalar qərb cəmiyyətlərində yoxdur. Cinsi azadlıq adı ilə heç bir qayda tətbiq edilmir cinsi münasibətlərə, razısınız. Amma orada müəyyən bir qaydalar var idi ki, düzdür, primitiv idi, amma tətbiq edilirdi. O cəmiyyətdə yaxşı insanların hörməti var idi, razısınız. Əbdülmütəllib hörmətli bir adam idi. Bir cəmiyyətdə ki, fəzilətli adama hörmət qoyurlar. Əbu Talib Peyğəmbər o hörməti hesabına himayə edirdi. Fəzilətli adam idi, ərəb cəmiyyəti ona hörmət qoyurdu, hörmət göstərirdi. Peyğəmbər özü necə məşhur olmuşdu Peyğəmbərliyindən əvvəl? Bilirsiniz də Əmin adı ilə, hamı bunu əzbər bilir. Əhsən belə bir cəmiyyətə ki, doğrucu adama sayğı göstərir, ona Əmin adı qoyur, onu əmanətdar hesab edir. İndi benim doğrucu adama o qədər hörmət edirlər. İndi doğrucu adama hörmət edirlər, baxsın o cəmiyyətə ondan daha azdır.